Qanunsuz silah gəzdirməkdə təqsirləndirilən Cavid Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bugün Bakı Ağa Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Cavid Xudaverdiyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Əvvəllər məhkum olunmuş Cavid Xudaverdiyev Cinayət Məcəlləsinin 228.1 qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə və 234.4.3 qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə maddələri ilə ittiham olunub. O, kriminal aləmdə Amin Mərdəkanski, Amin Maşdağalı və Killer Amin kimi tanınan Amin Xudaverdiyevin qardaşı oğludur. Xatırladaq ki, ötən il avqustun 7-sində isə Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabiroğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşiroğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Amin Xudaverdiyev Rövşən Lənkəranskinin tərəfdarı kimi tanınıb.